Prezident İlham Əliyev Azərenerji Açıq Səhmdar Cəmiyyətinin ölkədə ilk dəfə yaradılan Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. Mərkəzin əhəmiyyəti çox böyükdür və bunu yaratmaqla Azərbaycan MDB regionunda ilkə imza atıb. Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100% daxili maliyyə vəsaiti hesabına 2 əsas yarımstansiyada 500 kilovoltluq Abşeron və 220 kilovoltluq Ağdaş yarımstansiyalarının ərazilərində ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir. Layihə çərçivəsində Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Batareya enerji saxlanc mərkəzi çevikliyi ilə seçilir. Onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilir. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Belə mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemləri ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur. Şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur. Qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır. Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir. Abşeron Batareya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Dövlət başçısına bərpa olunan enerji mənbələrinin enerji sistemi inteqrasiyası və enerji sistemin rəqəmsal transformasiyası haqqında da məlumat verilib. Yaxın perspektivdə böyük həcmli bərpa olunan enerji mənbələri enerji sistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 meqavatdan çox yaşıl enerji artıq şəbəkədə olacaq. Nəvahi yarımstansiyasına Abşeron yarımstansiyasından 65 kilometr məsafədə 500 kilovoltluq, Bankə və Biləsuvar günəş elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətləri çəkilib. Perspektivdə Nəvahi yarımstansiyasından Mingəçevirdən 235 kilometr 500 kilovoltluq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kilovoltluq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin daxili strukturunda enerji sisteminin tam avtomatlaşdırılmış idarə edilməsi məqsədi ilə Rəqəmsal İdarəetmə Departamenti yaradılıb. Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17% artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 gigavat bərpa olunan enerji mənbələri gücləri yaradılacaq. Diqqət! Batareya saxlanc sistemi şəbəkəyə qoşuldu. Yaşıl enerjinin Qara Dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara Dəniz kabelinin 1300 meqavat yaşıl enerji ötürmə imkanı olacaq.